Bugün sosial şəbəkələrdə mən kənd təsərrüfatından danışdım, qiymətlər baha, kəndlilər haqlı olaraq əkmirlər, becərmirlər. Çünki kreditə götür, get kartof toxumu al, get ək, qar vuracaq, şaxta vuracaq və tutaq ki, şaxta qar da vurmasa məhsulu bazara çıxardır, almırlar. Vətəndaş bilirsiniz, haqlıdır, vallahi onlar haqlıdır, düz eləyirlər, əkib becərmirlər. Çünki insanlar da qiymət vermir. Açıq deyirəm, məsələn, mən həmişə yerli mal almaq istəyirəm. Çünki bugün biz bu coğrafiyada yaşayırıqsa, bizim orqanizmimiz ona öyrəşib də. Gedib mən sizlərə də təklif edirəm. Yerli alma alın, o qurtlu almalar var, amma gedib o hətta o qədər dərman vurublar, qurt o almaya yaxın dura bilmir. Gedib ona kilosuna 3-5 manat verirsiniz, amma yazıq Azərbaycanlı kəndlinin həyətində zülümlə, əziyyətlə bezərdiyi siz o mermeyviyə qiymət vermirsiniz. Ki, özünüzə bir, necə deyirlər, sıxışdırmırsınız ki, bu qurt, vallah deyirəm, ən dadlı meyvələr o qurtlu meyvələr. Əziz dostlar, indi ad demirəm, bizim tanıdığımız bir dostumuz var, deyir bu yaxınlarda, heç onu da demirəm. Yəni, dünya prezidentlərinin birinin qohumu gəlmişdi ki, biz getmişdik qarşılamağa, oturduq oteldə, ən gözəl, nə bilim, ən bahalı meyvə, hamısını deyir, rədd elədi. Dedi ki, Azərbaycanda mənə yerli mallar gətirin, qurtlu mallar gətirin. Deyir, bu nədir düzübsün burada meyvə? Mən yemirəm, bunlar hamısı kimyəvi maddələrlə belə qalıb. Deyir, orada hətta dərmanla böyüyən, pomidor, xiyar, hamısı rədd elədi. Sular, dedi, yerli sular. Deyir, o qədər bir sadə. Yenə də deyirəm, həmin şəxsin bəlkə də milyardlarla pulu var. Amma yediyi, nə olsun sənin milyardın var? Görürsən, yenə də müraciət edilir yerli məhsullar. Yazıq kəndli gedir Beyləqanda, Füzuli, nə bilim, Ağdam, Haramı düzündə, Xocavənd çöllərində, hardasa soğan əkir becərir. 20 qəpiyə, 15 qəpiyə, 10 qəpiyə ondan alırlar. Hamı bilir ki, o sahibkar kreditə borcu var, dəyər dəyməzinə satacaq. Gedib çökürlər onun boğazına. Kartofu 20 qəpikdən, 25 qəpikdən alırlar. Amma səhv etmirəmsə, gömrükdə 30-40 qəpik arasında olmalıdır. Gömrük 30-33-dür nə qədər kartofun qiyməti, gömrükdən, xaricdən gələn məhsullara bu qədər tətbiq olunur. Müqayisə edirsinizmi? Əgər sən Azərbaycanlı sahibkarlara şərait yaratsan ki, sənə soyuducu verdik, müəyyən güzəştlərlə malını bir qismini sat, bir qismini sat, saxla, dekabr, nə bilim, mart, bu aylarda satarsan, yaxşı məhsul qazanarsan, borclarını ödəyərsən, amma eləmirlər. Bilirsiniz niyə? Axı, bu banklar, baxı, gərək bu banklardan hər gün girəsən, faizə pul götürəsən, bu banklar da işləməlidir. Görürsünüz necə bir iqtisadi oyun. İndi iqtisadiyyatdan danışırdım, dostlar. Bu Məcnun Məmmədov var. Mən onu, dostlar, həmişə Hafiz Hacıyev bu şəxsi tənqid edir. İndi yəqin ki, efirə verəcək biz bunu. Hörmətli rejissorumuz, bu Məcnun da bunun adı, Kənd Təsərrüfatı Naziri. Bunun şəklini ver, tamaşaçılarımız da baxsın. Bütün mətbuat bugün yazıb ki, Məcnun Məmmədovdur da bu Kənd Təsərrüfatı Naziri. 50 kiloqram arıqlayıb bir ilə. Valla insan deyə, mən sizlərə də məsləhət görürəm, hamını Allah yaradıb.
Biri arıqdır, biri köşdür, birinin qüsuru var. Qüsurlara görə kimsəni lağlağı etməyin. Hamını Allah yaradıb. Məsələn, mən bunu hər yerdə deyirəm. Bütün ölkələrdə kök insana da, uzun insana da, gödə, bütün qüsurlu insanlara işlər təklif olunur, işlər verilir. Bəlkə də, yox, bunu mən ümumi deyə bilmərəm, amma Azərbaycanda çoxluq təşkil edir. 25 yaşına qədər, 30 yaşına qədər ən zəhləm gedən elanlar odur. Vallahi deyirəm, biraz mənim rangımda deyil, yoxsa onları bir-bir efirdən şəkillərini sallayıb tanıdardım sizə ki, baxın, belə bir murdar, əzzaf iş adamları var ki, 25 yaşına qədər xanımlar, 30 yaşına qədər xanımlar. Nifrət elədiyim o elanlardır. Yenə deyirəm, mənim rangımda deyil də, şəxsiyyətimə sıxışdırmıram. Həmən şəxsin 3-ünün, 5-inin nəsil şəcərəsini burada düzərəm şəkillərindən, deyərəm ki, səviyyən olsun, qanacağın olsun. Bu elan kişi elanı deyil. Kişi elə elan verməz. Əgər kişi sahibkarsansa, qeyrətin varsa, elə elan vermə. Və qadın sahibkarsansa, elə elan vermə. Mərd qadın elə elan verməz. Söhbət əxlaqdan getmir. Söhbət, mən bu günləri 65 yaşda pensiya çıxan müəllimlərə, həkimlərə baxıram. Bu, bilirsiniz onlara nə qədər pis təsir eləyir. Bəlkə onlar bir 10 il, 15 il bundan sonra da yaşaya bilərlər. Amma elə hay-küy ilə təqdimat gedir. Artıq onlar hiss edir ki, mən daha cəmiyyət üçün yararlı deyiləm. Adam oturub ölümün gözləyir. Ölüm ondan uzaqdır, amma ölümün çağırır. Bu, Azərbaycan reallığıdır. Mən ölkənin eybəcərliklərini buradan deyirəm. Bilmirəm, bəlkə də əgər irad tutan varsa, tutun. Düz də deyil, yəni əgər əsaslandıra bilirsə, deyil. İndi onu deyirəm, dostlar. Hörmətli rejissorumuz, verin bu. Hafiz Hacıyev həmişə bunu tənqid edir. Və bizim efirimizə bir şəxs qoşulacaq, əziz dostlar. Mən buradan elan edirəm. İndi yenə deyirəm, bizim texniki problemlərimiz yaranıb, görüntülü kimisə qoşa bilmirəm efirə. Demək, adın mən deyim, dostlar, Əbdülhəmid Həsənov efirə qoşulacaq yaxın günlərdə kənd təsərrüfatı mövzusunda. Deyir, mən getdim, imtahan verdim, yüksək bal topladım. Atası yaşındayam, məni aldatdı bu Məcnun Məmmədov. Yaxşı bilgiləri var və bir də, əziz dostlar, Paşinyanla, Paşinyanın atasını yaxşı tanıyan bizim bir izləyicimiz var. Onunla da danışacağım mən. Əziz dostlar, bizim izləyicimizdir. Gəncədə yaşayır. Gəncədə yaşayır, dostlar. Aha. Görək bu nazir niyə arıqlayıb? Hörmətli rejissorumuz, verdinizmi efirdə? Dəyərli tamaşaçılar, mən təkrar edirəm. Texniki problemlər var. Görürsünüz, soruşuram rejissordan ki, təqdim etdiniz yoxsa yox. Çünki bütün təqdimat olanlar biz monitorlarda görürük. İndi proqramlar iflizli görə bilmirəm. Nəyi verir, nəyi vermir. Mən buradan ancaq danışıram. Ona görə də üzrlə hesab edin. Nazir 1 ilə 50 kiloqram arıqladı. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov. Məcnun Məmmədovdur. Mən də səhərdən buna Ceyhun Məmmədov deyirəm. Gerək bu nazir çıxa publikaya, nazir danışa. Görürsünüz, əvvəlki nazirlər hamının yadındadır. Ramil Usubovdan tutmuş, Səfər Əbiyevdən tutmuş, Ziya Məmmədovdan tutmuş, Kəmaləddin Heydarovdan tutmuş. Keçmiş nazirlər, hamısı, Mavinlər, Abid Şərifovdan tutmuş, hamısı beyinlərdədir. Bu təzələr elə oturublar, belə yürüsə, kukla kimi oturublar kabinetlərində, nə tarlaya çıxırlar, nə cəmiyyət içində, onu cəmiyyət tanımır. Cəmiyyət tanımır. Nəysə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun yeni xarici görüşü təcrübə səbəb olub. Son yarım ildə nazirin təxminən 50 kiloqrama yaxın çəki atdığı hiss edilir.
Məcnun Məmmədovun pəhriz və yaxud tibbi əməliyyat yolu ilə arıqlaması məlum deyil. Jurnalisti deyir ki, məlum deyil. Qaynar Info saytı yayıbdır. Şəkilləri də verib, birində arıqdır, birində... İndi son vaxtlar, əziz dostlar, mən onu çox yerdən eşitmişəm. Vəzifələrə təyinat olanda, müəssisələrə təyinat olanda kök adamları deyirlər ki, güya götürmürlər işə. Sən arıq olmalısan. Bəli, elə də deyirlər. Yəni, bu günləri onu da meyar ki, sənin savadın var, intellektin var. Dünya bankı elə ki, səndən hesablaşırsa, beynin bütün dünyada qəbul olunan beyindirsə, əgər sən köksənsə, Azərbaycanda vəzifələrə təyinatda problemlər var. İndi görürsünüz, bizdə qarına baxırlar, mədiyə baxırlar, beyinə baxırlar ki, bunun yaraşığı var, hə, başı jelelidir, amma içi boşdur. Bizdə vəzifə təyinatlarında başın içinə fikir vermirlər, beyinə fikir vermirlər. Mən müəssisələr tanıyıram, deyir ki, nazirlər, bəli, adama baxır ki, görə bu arıqdır, yoxsa köçdü. İndi bu, yəqin ki, bilmirəm, bu mədəsində əməliyyat aparıb. Nə olar? Allah yaradım. Allah yaradana pis deməzlər. İndi mən çox arzu edərdim ki, bu şəxs, bu nazir necə özünə yaxşı görkəm verdi, kənd təsərrüfatına da belə görkəm versin. Necə özünə vid verir, baxıb görürsünüz də, hörmətli rejissor, vermişsiniz də şəkilləri. Yoxsa verilməyibdir. Aha. Kənd təsərrüfatının inkişafına da kaş belə bir rəng qatardı. İndi bilmirəm, qatacaq, qatmayacaq.